Belə görünür. Sarımsaqlı şorlu məzə hazırlayırıq. Başlayaq. Belə bir qab götürdüm. 5-6 diş təmizlənmiş sarımsaq. Üzərini biraz keçəcək şəkildə zeytun yağı və birazca küncüt əlavə edəcəm. Duz. Sobada 150-200 dərəcədə 15-20 dəqiqə bişirək. Sarımsaq bişdi, indi başlayaq hazırlamağa. Şoru boşqaba əlavə edirik. Biraz pişmiş sarımsaqlı yağı əlavə edirik. Əzib qarışdıraq. Qalan sarımsaqlı yağı da üzərinə tökək. Atışdırmalıq olaraq tərəvəzlə və yaxud da ki, ət və toyuq yeməklərinin yanında servis edə bilərsiniz. Mən xiyar qoyacağam. Belə görünür. Dadına baxırıq. Dadı mükəmməl olub. Mütləq hazırlayın.